Salam aleykum gözəl insanlar, hər birinizi salamlayıram. Orxan Babayev kanalına xoş gəlmisiniz. Çox sayılı istəkləri nəzərə alaraq bu günləri sizin üçün qısa, çox qısa Changan Unize 2025 full model ən yüksək komplektasiyalarla sizi tanış edirəm. İnşallah ki bu videonun tam videosu Natiq qardaşımızın kanalındadır. İnşallah hələ videonun linkini də yerləşdirəcəm burada. Kim istəsə tam məlumat haqqında artıq daxil olub onun kanalına izləyə bilər. Qısaca olaraq məlumat verəcəm sizə izlərim ki full məlumatı onun videosunda daha ətraflı artıq tanış ola bilərsiniz. Deməli Changan Unize 1.5 həcmli mühərriklə təchiz olunub, plug-in hibriddir. Plug-inlə, yəni elektrik mühərriklə 130 km məsafə yol qət edə bilir. Bu CLTC standartlarına görədir. Yəni Çinin verdiyi məlumatlara görə 130 km. Realda isə təxminən, yəni yay-qış təbii ki rejimi var. Qışda az gedəcək, 100%. Amma yayda 110-100 getməlidir bildiyim qədər. Avtomobil təzə gəlib, test sürüşümüz hələ olmayıb. Avtomobil dünən gəlib Azərbaycana. Gördüyünüz kimi adaptiv ledlərimiz də buradadır. Changan'ın standart radiator barmaqlığı. Avtomobil dediyim kimi 2025-ci ildir. 1.5 mühərrik, 19 kW-lıq batareya həcmi ilə təchiz olunub. Həm AC, həm DC portla təchiz olunub. Yəni həm aşağı cərəyanla zaretka yığa bilir, həm də yüksək gərginliklə zaretka yığa bilir. Bu bizim AC portumuzdur. Bu bizim DC portumuzdur. Çin standartına görədir. Bu bizim avtomobilin açarıdır, pultudur. Full komplektasiyada 5 düymədən ibarətdir. Hansı ki bu düymədə var, yəni parking eləyə bilir. Aşağı komplektasiyalarda bu düymə yoxdur. Bununla yəni qabağı arxaya vermək olur. Mənim başqa bir qısa videolarımda, reelslərdə var. Necə ki maşının dala qabağa gedə bilir. Ümumilikdə bu maşınlarda deməli lükumuza can var, həm də hətta lük açılıb bağlanır da. Gəlin bir dənə onu da göstərim. Həm panorama lükdür. Baxın. Panorama lük əlavə olaraq da hətta açılır belə. Baxın, gördünüz. Və avtomobil sonda elə avtomobil sonda satılacaq. İnşallah ki elə dostumuz satır. Artıq məlumatları Natiqin kanalına daxil olub baxa bilərsiniz. Bir dəfə knopkanı baxsın özü bağlanır. O bağlanana kimi səs sistemindən məlumat vereyim. Sony səs sistemidir ki bu da qəşəng sayılır. Salonu haqqında çox məlumat verməyəcəm, amma həqiqətən çox genişdir salonu, hədsiz dərəcədə. Şarj portları, DC atdığı, gördüyünüz kimi burada 2 stakan atdığı, sürətlər qutusu bunda e-switch'idir. Yəni bildiyimiz sınaqdan keçmiş e-switch'i sürətlər qutusudur. İkinci açar da buradadır. Monitorun həcmi tam deyim, səhv eləməmişsə 17'lik 19 cümlə ibarətdir. Tam xatırlamıram, biraz üzürlü sayasınız. Bu deməli oturacaqlar elektron tənzimləmədir. Burada 4 dənədir.
dala qabağı və belimiz dala qabağı gedib gəlir. Amma sürücüdə bu 8 tənzimlədir. Orada artıq həm də qalxıb düşür. Həm qalxıb düşür. Bu hissədir. Qalxıb belə düşür aşağı. Bir də ki, bel məsafəsi dala qabağa gedir gəlir. Yəni buna görə 8 sayılır. Qabaq şüşələr 2 qatdır. Arxa şüşələr 1 qatdır. Bu Face ID-dir. Oynanda 360 kameradır. Dayanmadan video çəkir. Yəni video registratoru gecə-gündüz fərqi yoxdur, çəkir. Təkər bazası 20'li disk təkərlərdir Pro versiyada. 245-50-20'li disk təkərlərimiz var ən full versiyasında. Bagaj həcmini də bir dənə göstərim. Bu ilə də videonu yekunlaşdıraq. Dediyim kimi tam ətraflı məlumatı artıq Natiqin kanalında tanış ola bilərsiniz. Bu da bizim bagaj həcmimiz 600 səhv eləmirəmsə 70 ya 630 belə bir bagaj həcmimiz var ki, həqiqətən də kifayət qədər genişdir. Artıq burada da yerlər var qoymağa və burada da 12 voltluq akkumulyatorumuz yerləşir. Belə izlərim. Qısaca olaraq məlumat verdim. Amma o bir videoya keçəcəz. Orada artıq yürüyüş falan belə, yəni sınaq yürüyüşümüz olacaq. Maşını bir yüngül test eləyək, görək nəyə qadirdir. Belə deyim ki, 7,2 saniyə 100-ü qət eləyir. 1700 kiloqramdır. 1,7 kiloqram. 1 ton 700 kiloqram. Deməli, maşın bir dənə də ölçülərini deyim. 4,7 metr uzunluğudur. 1,9 metr, yəni 2 metrə yaxın enliliyidir və 1,7 metr hündürlüyüdür. Kifayət qədər həqiqətən də geniş avtomobildir. Arxasında da oturdum, qabağında da oturdum. Çox geniş avtomobildir. İnşallah ki, artıq ətraflı məlumat, satış haqqında məlumatı dediyim kimi digər kanala keçib oradan artıq məlumatı əldə edə bilərsiniz. Bu qədər. Ümid edirəm ki, video xoşunuza gəldi. Videonu bəyəndinizsə like etməyi unutmayın. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın. Sizinlə mən Orxan idim. Allah hamının halını bol eləsin. İnşallah.